Salam əziz izləyicilər. Bugün biz sizinlə gözəl və zərif bir bilərzik hazırlayacağıq. Hazırlaması çox asandır və nəticə çox gözəl alınır. Videonu sona qədər izləməyi unutmayın. Bizə lazım olacaq qızılı, ağ və kristal muncuqlar, bilərzik üçün bağlayıcı və uzadıcı sep, muncuq düzümü üçün iynə və leska. Bir bağlayıcı 6 xırda qızılı muncuğu götürüb iynə leskadan keçirdiririk. Muncuqları aşağı hissəyə endiririk. İki tərəfdən leskaları əlimizə götürüb 2 düğün vururuq. Düğün vururuq ki, bizim muncuqlarımız leskadan açılmasın. İynə leskamızı muncuqların içindən keçirdiririk. Artıq leskamızı qayçı ilə kəsirik. Beləliklə, bizim bağlayıcı hissəmiz hazırdır. Keçirik bilərziyimizin hazırlanmasına. 3 ağ muncuq, 2 qızılı muncuğu götürüb bağlayıcı hissəsində qızılı muncuğa birləşdiririk. İynə leskanı ağ və qızılı muncuğun içindən keçirdiririk. Muncuqları əlimizdə çeviririk və iynə leskanı ağ və qızılı muncuğun içindən keçirdiririk. Keçirik kristal muncuqlara. 3 kristal və 2 qızılı muncuğu götürüb qızılı muncuğa birləşdiririk. İynə leskanı kristal və qızılı muncuğun içindən keçirdiririk. Və bir də iynə leskamızı kristal və qızılı muncuğun içindən keçirdirdik. Eyni qaydada bilərziyimizi muncuqlarla toxuyacağıq. 3 ağ və 2 qızılı muncuğu götürüb qızılı muncuğa birləşdiririk. İynə leskamızı muncuqların içindən bir də keçirdiririk. Muncuqları əlimizdə çevirib aşağı hissədə qızılı muncuğun içindən iynə leskanı keçirdiririk. Üç kristal və 2 qızılı muncuğu götürüb aşağı hissədə qızılı muncuğa birləşdiririk. Belə qaydada biz bilərziyimizə davam edirik. İynə sapı qızılı muncuğun içindən də keçirdirdik. Belə qaydada biz bilərziyimizə davam edirik. Bilərziyimizin muncuqlarla çox hissəsi hazırdır. Keçirik bilərziyimizin bağlayıcı hissəsinə. Bir uzadıcı sep və 4 xırda qızılı muncuğu götürüb
Qızılı muncuğa birləşdiririk. İğne leskanı muncuqların arasından keçizdirib 2 düyün vururuq. Düyün vururuq ki, bizim muncuqlarımız leskadan açılmasın, möhkəm olsun. İğne leskamızı muncuqların içindən keçizdiririk. Və artıq leskamızı qayçı ilə kəsirik. Beləliklə, bizim gözəl bilərziyimiz hazırdır. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.